Gəlin bugün belə bir açılım eləyəcəyik mələk kartlarıyla və qoru tarotlarla. Hazırda yaşadığın hansısa bir durum var və özünü suallara boğursan ki, bu hadisə nə üçün yaşandı, bu nə üçün oldu? Gəl buna baxaq, hansı karmanı işləməlisən, nə üçün oldu və mələk kartlarından sənə bir mesaj olacaq. Gəl baxaq, hazırda yaşadığın durum nə ilə əlaqədar olubdur? Nəyi özündə dəyişməlisən, nəyi yaşamalısan? Gəl birinci buna baxaq. Nə üçün olubdur bu? Nəyi özündə işləməlisən? Tarot kartları burada sənə bilirsən nə deyir? Sənin bu yaşadığın bir hadisə, bilmirəm nə ilə əlaqədar ola bilər, amma bu sənin ailədən gələn bir, belə deyim də, qorxundur. Bir travman ola bilər. Ola bilsin ki, içindən çıxa bilmədiyin bir dostluq münasibəti var, sevgi münasibəti var və ya hər nədirsə, bu sənin tək qalmaq qorxunun üzərinə getməyin üçündür. Yəni, ola bilsin ki, tək ailədə böyümüsən və yaxud da ki, hər hansısa bir enerjidirsə, bu sənin hazırda yaşadığın, çıxa bilmədiyin sıxıntı sənin tək qalma qorxundur. Yəni, sən özündə bu qorxunu yenməlisən. Yəni, təklik elə də qorxulu bir şey deyil, lazımsız insanla, lazımsız hekayələrdə canlanmaqdansa, adlanmaqdansa, qürurlu, sakit təklik sənin üçün daha yaxşı olacaq əslində. Bunu özündə formalaşdırmalısan. Çünki bu, sənin içində olan təklik qorxusu var. Bunu yenməlisən. Gəl baxaq. Nəyin üzərində, nəyin üstündə işləməlisən hazırda, nəyin üstündə işləməlisən? Yenə baxaq. Karmadır. Karmik bir ilişkinin içindəsən, ola bilsin ki, karmik bir münasibətin içindəsən və bunu özündə formalaşdırmalısan və tək qalmaq qorxunu yendiyin zaman heç bir, belə deyim də, bu zinciri qıracaqsan. Təkrarlanan bir zincirdir ola bilər, yəni zasiklenə kruk deyirlər burada. Qısır döngü. Bunu özündə formalaşdırsan, həyatın sənin üçün daha fərqli olacaq. Belə deyirlər. Gəl mələklərdən baxaq. Bu hadisə nə üçün olubdur? Mələk kartlarından da dəstək istəyək. Bu hadisə, yaşadığın hadisə nə üçün olubdur? Mələk kartları sənə deyir ki, hazırda yaşadığın hadisə əslində sənin üçün qorxulu gələ bilər, sənin üçün, belə deyim də, çıxılmaz gələ bilər. Amma bu, belə deyim də, qılıq dəyişdirmiş iyilikdir. Yəni, bu sənə çətin bir situasiya kimi gələ bilər, bu sənin üçün pis bir hadisə kimi gələ bilər, amma bu sənin yaxşılığın üçün olan bir şeydir. Yəni, sən bilmirsən bundan sonra kim addım, nələr olacaq, amma Allah sənin üçün, kainat sənin üçün elə gözəl bir yol açıbdır ki, sən bu stresi, bu sıxıntını, bunu yaşamalısan ki, həyatının daha yüksək bir etapına çıxasan. Bəli, ürək çakranın üzərində işləməlisən. Yenə də tarotları, quruları tamamlayır bu. Yəni, bu hadisədə sən daha güclü olmalısan. Bu hadisədən sonra sənin həyatına möhtəşəm bir yenilik gəlir. Sən hələ bunu bilmirsən, görmürsən. Gəl, baxaq, mələk kartları nə deyir? Həyatına nə gəlir? Sənin həyatına nə gəlir? Sən bir şeyi çox istəyirsən. Bir şey, bir arzun var. Bir, belə deyim də, bu dəqiqə hamının arzusu var. O heç. Amma bu, yaşadığın bu şey sənin çox arzuladığın bir şeylə əlaqədardır. Bu hadisə sənin çox arzuladığın bir şeylə əlaqədardır. Yəni, o hadisə, o arzun var, o arzuna gedən yoldur hadisə hazırda. Ona görə də bu şeyi yaşamalısan, güclənməlisən ki, xəyal etdiyin bir həyatdırmı, xəyal etdiyin bir şeyi sənə gəlsin deyə. Ona görə bu dəqiqə ehtiyacın olan şey sadəcə olaraq özünü, belə deyim də, enerji olaraq gücləndirməkdir. Meditasiyalarda kendini toprakla, yəni ola bilsin torpaqla, təbiətlə daha iç-içə olmalısan və hazır ol. Həyatına möhtəşəm bir şeylər gəlir. Yeni həyat gəlir, yeni həyat yoldaşı gəlir həyatına, yeni həyat arkadaşı gəlir. Yeni bir tanışlıq olacaq həyatında. Bu yaşadığın stres, travma sənin çox arzuladığın, ola bilsin bəziləriniz yeni işlə əlaqədar ola bilər. Yenilikdir. O arzuladığın şeyin başlanğıcıdır bu. Bunu biləsən. Arzun artıq qapıdadır və arzun həyata keçəcək. Aldım, qəbul edim. Yaz ətraflı baxım. Cünsə profildəki nömrə ilə əlaqə saxla.